Salam. Oksidaşma dərəcəsi və valentlik mövzusunda olan testlərdən izah eləmək istəyirəm. Gəlin elə birincidən başlayaq. Demək, burada birləşmədir. Natrium, manqan, O4. Burada manqan oksidaşma dərəcəsini müəyyən edin deyir. Gəlin baxaq. Biz artıq bu qaydanı bilirik. Elementlərin məlum olanların oksidaşma dərəcəsini yazırıq. Məlum olmayanı isə X olaraq götürürük və bunların cəbri cəmi 0-a bərabərdir. Və beləliklə hesablama apardıq. Alındı ki, oksidaşma dərəcəsi müsbət 7-yə bərabərdir. Buradan biz X-i bu şəkildə tapdıq. Bu artıq riyaziyyatdır. Növbəti sual deyir ki, 3s2, 3p5 elektron formuluna malik elementin ən kiçik və ən böyük oksidaşma dərəcəsini müəyyən edin və burada biz onu göstərməliyik. 3s2, 3p5 toplasaq görərik ki, bu 7-ci əsas yarımqrupda yerləşən elementdir və 7-ci əsas yarımqrupda yerləşən elementin ən aşağı oksidaşma dərəcəsi -1-dir, ən yuxarı oksidaşma dərəcəsi isə müsbət 7-dir. Beləliklə də bizim cavabımız olur -1, müsbət 7. Növbəti sualımız NH4XO3-də X-in oksidaşma dərəcəsini müəyyən edin. Yenə də biz bunu yerinə qoyaraq məlum olanları, məlum olmayanısa X götürərək tapırıq. Azotunki -3, hidrogen müsbət 1, oksigen də -2-dir bilirik və X-i də X kimi götürürük. Bərabərdir 0. Hesablama aparandan sonra məlum olur ki, X-in oksidaşma dərəcəsi müsbət 5-ə bərabərdir. Və bəndimiz də olur A bəndi. Keçək növbəti suala. Hansı maddədə oksidaşma dərəcəsi -1 olan element atomu yoxdur? Burada birləşmələrə baxaq. Bunların oksidaşma dərəcələrinə baxaq. Demək, silisium H4-də müsbət 1 silisium, -1 hidrogen burada var. Natrium fluorda müsbət 1 natrium, -1 fluor burada var. O fluor-2-də müsbət 2 oksigen, -1 fluor burada da var. H xlorda müsbət 1 hidrogen, -1 xlor burada da var. H2S-də isə hidrogen müsbət 1-dir, kükürt -2-dir. Burada -1 oksidaşma dərəcəsinə malik olan element yoxdur. Beləliklə də bunun oksidaşma dərəcəsi -1 deyil heç bir elementin. Aha, baxaq növbəti sualımıza. Cavabımız olur Y bəndi. Növbəti sualda deyir ki, NH4 NO3-də azot atomlarının oksidaşma dərəcəsinin cəmini müəyyən edin. Yəni hər iki azotun oksidaşma dərəcəsinin cəmini. Baxaq. NH4-də burada -3-də azot, NO3 burada isə azot müsbət 5, NH4 NO3-də -3 və müsbət 5-in toplamı isə artıq bu mənfi olduğuna görə olacaqdır 2. 2, yəni müsbət 2. Keçirik növbəti suala. Burada deyir ki, kalium 2XO3 birləşməsində X-in elektron formulu 2s2-2p6-dır. X elementinin dövr sistem cədvəlində yerini müəyyən edin. Nə etmək lazımdır? Demək, biz əvvəlcə baxırıq ki, bu kalium 2XO3 birləşməsində X-in oksidaşma dərəcəsi neçədir? Bunu hesablayırıq. Hesabladıq və tapdıq ki, müsbət 4-dür. Müsbət 4 oksidaşma dərəcəsi göstərir. Və burada demək ki, X elementi 4 elektron veribdir. Və indi onun normal halda elektron formulunu müəyyən edək ki, baxaq görək bu dövr sistemdə harda yerləşir. 4 elektron veribdirsə, o 4 elektronu normal halında özünə qaytarırıq. Bu zaman burada dedik ki, bizdə veriləndə yazıb 2s2-2p6. Üstünə də 4 elektron gəlsək, davamı gedir. 3s2-3p2. Və buradan da məlum olur ki, element 3-cü dövrdə yerləşir və 4-cü qrupda yerləşir.
elementimizin yerini də burada məlum etdik. Növbəti sualımıza baxaq. Burada bir cədvəl kimi göstərir və deyir ki, dövrü sistem cədvəlinin kiçik dövrlərindən bir hissə verilmişdir. X-in maksimum oksidaşma dərəcəsi müsbət 1 olarsa, Y-in minimum oksidaşma dərəcəsini müəyyən edin. Əgər müsbət bir oksidaşma dərəcəsi göstərirsə, demək bu birinci qrupda yerləşir, maksimumdursa da. Birinci qrupda, əsas yarım qrupda yerləşir. Və beləliklə də ona nəzərən baxsaq görərik ki, 1, 2, 3, 4. Bu element düşür 4-cü qrupa, 4-cü əsas yarım qrupa. 4-cü əsas yarım qrupa yerləşəndə isə onun minimum oksidaşma dərəcəsini biz bilirik ki, -4-dür, maksimum oksidaşma dərəcəsi isə müsbət 4-dür. Bizdən isə soruşur həmin elementin minimum oksidaşma dərəcəsini, demək ki, -4-dür. Cavabımız -4. 8-ci suala baxaq. Qısa elektron formulu NS2, NP3 olan elementin minimum və maksimum oksidaşma dərəcəsinə baxaq. Demək, NS2, NP3-dürsə, toplasaq görək ki, bu 5-ci əsas yarım qrupda yerləşir. 5-ci əsas yarım qrupda yerləşən elementin isə minimum oksidaşma dərəcəsi -3-dür, maksimum oksidaşma dərəcəsi isə müsbət 5-dir. Keçək növbəti 9-cu suala. 9-cu sualda bizə birləşmələr verib. XPO4, YNO3, ZSO4 birləşmələrində X, Y və Z-in elementinin oksidaşma dərəcəsini müəyyən edin. Yenə də bu qayda üzrə biz hesablayırıq. Demək, məlum olanları yazırıq. Müsbət 5, -2 və hesablayırıq. 5 üzərinə gəlirik 4 vurulsun -2, üzərinə gəlirik x bərabərdir 0 və buradan hesablayıb x-i tapırıq. 8 çıxaq 5 elədi müsbət 3. Bunun oksidaşma dərəcəsi oldu müsbət 3. Y-də yenə də azot müsbət 5-dir, oksigen -2-dir. Müsbət 5 üstə gələk 3 vurulsun -2, üstə gələk x bərabərdir 0. Buradan da x-i tapırıq. 6-dan 5-i çıxanda eləyir müsbət 1. Və bu birləşmədə isə kükürt müsbət 6-dır, oksigen -2-dir. Müsbət 6 üstə gələk 4 vurulsun -2, üstə gələk x bərabərdir 0. Buradan da x-i tapırıq ki, 8-dən 6 çıxanda eləyir müsbət 2. 2 eləyir, yəni o da müsbət 2 deməkdir. Və beləliklə oksidaşma dərəcələrini tapdıq. Onların oksidaşma dərəcəsi isə olur müsbət 3, müsbət 1, müsbət 2. Keçirik növbəti suala. Bu da D variantıdır. Növbəti sualda bizdə göstərir XO4 üstü 3 mənfi iyonu və deyir ki, orada X-in oksidaşma dərəcəsini tap. Əgər bu iyon şəklində verilibdirsə, iyonun burada cəmi sıfıra yox, iyonun yükünə bərabər olacaqdır. İyonun yükü isə burada mənfidir, 3 mənfidir. Demək, burada necə hesablayırıq? X məlum deyil, oksigen -2-dir. Ona nəzərində hesablayırıq. Və bunların cəmi 4 vurulsun -2 üstə gələk x bərabərdir neçəyə? -3-ə. Beləliklə də hesablayıb tapırıq ki, 8 bu tərəfə keçəndə mənfi müsbət olur. 8-dən 3-ü çıxanda eləyir müsbət 5. Beləliklə də burada x-in oksidaşma dərəcəsi müsbət 5-ə bərabər olacaq. Aha. Növbəti suala baxaq. Demək, burada deyir ki, CO üçün hansılar doğrudur? Karbon oksidaşma dərəcəsi müsbət 2-dir. Karbon donordur. Oksigen valentliyi 3-dür. Molekulunda 4 rabitə var. Gəlin baxaq. Bax, bu CO molekuludur. Görürsünüzmü? Burada karbon oksidaşma dərəcəsi müsbət 2-dir, valentliyi 3-dür, oksigenin isə valentliyi 3-dür, oksidaşma dərəcəsi -2-dir. Və burada donor olan nədir? Oksigendir. Oksigen verir karbona. Bunları nəzərə alsaq, düzgün cavablarımız nə olacaqdır? Oksigen valentliyi 3-dür. Karbon oksidaşma dərəcəsi isə müsbət 2-dir. Yəni 1 ilə 3. Növbəti sualda isə deyir ki, 12-ci sual, yəni bu səhifənin sonuncu sualı. Deyir ki, C xlor
4 üçün hansılar doğrudur? Molekulunda 4 ədəd rabitə var. Karbon atomu sp2 birləşmə halındadır. Karbon atomu 4 valentlidir. Karbonun oksidaşma dərəcəsi -4-dür. Gəlin baxaq. Demək, burada bunun birləşməsidir. Valentliyi görürsünüz 4-dür. Karbonun 4 rabitə əmələ gətirib. Və bunun oksidaşma dərəcəsi artıq -4-dür. Xlorun oksidaşma dərəcəsi isə -1-dir. Demək, burada da düzgün cavablar nə olacaq? Molekulunda 4 ədəd rabitə var. Karbonun atomu 4 valentlidir. 4 rabitə var, yəni 4 valentlidir. Düzgün cavabımız da olacaqdır 1 ilə 3, yəni C variantı. Bir səhifənin testlərini işlədik. Uğurlar.